Dostlar salam. Demək bugün sizinlə 29 mart 2026-cı ilə keçirilmiş ümumi sınav imtahanı suallarını baxacağıq. Başlayaq ilk sualdan. Bu sualda bizə nə deyir? Məlumat 1024 simvolu əlifba ilə kodlaşdırılmışdır. Biz bilirik ki 1024 2 üstü 10 deməkdir, düzdür? 1024 bərabər 2 üstü 10. Yəni bu əlifbada bir simvol 10 bit yer tutur. Bu məlumat Unicode standartına keçirilən zaman biz də bilirik ki Unicode'da bir simvol 16 bitdir. Həcmi 24 kilobayt artmışdır. Biz nəyə baxırıq? Demək, bir simvol, bu 1024 simvol əlifbadan Unicode standartına keçirilən zaman həcmi 6 bit artır. Bir simvolun həcmi 6 bit artır. Mən də yazıram ki, əgər bir simvolun həcmi 6 bit artırsa, neçə simvolun həcmi 24 kilobayt artar? 24 kilobaytı bitə çevirək. Yazıram 24 vurulsun 2 üstü 13. Düzdür, bitə gətirdik. Və x sayda simvol, bilmirik də sayını. Buradan da x-i tapsaq, x nəyə bərabərdir? 24 vurulsun 2 üstü 13 bölünsün 6. Və bu misalda həll edəndə nə alınır? Hər tərəfi 6-ya bölsək, qaldı burada 4. Bu da 4 vur 2 üstü 13. Eləcə 2 üstü 15 sayda simvol. Bu da bizdə var B variantında. Birinci sual oldu B variantı. Keçək ikinci suala. Daxili yaddaş haqqında doğru olmayan fikir hansıdır? Prosesorda bilavasitə əlaqədə olub, icra olunan proqram emal olunan verilənlərin saxlanması üçündür. Bu doğru cavabdır. Əməli, daimi, keş və s. kimi növləri var, doğru cavabdır. Ən sürətli və ən kiçik həcmli daxili yaddaş registr yaddaşdır, bu da doğrudur. İşləmə sürəti yüksək, tutumu kiçik olur, bu da doğrudur. Amma C variantı işləmə prinsipinə görə iki cür olur. Birbaşa müraciətli və ardıcıl müraciətli. Bu fikir artıq hardadır? Xarici yaddaş haqqındadır. Və kitabda yerini də göstərim. Baxın, nə yazır burada? Yazır ki, demək, xarici yaddaş haqqında yazır ki, işləmə prinsipinə iki cür olur. Birbaşa müraciətli, yəni sərt disk, flash kart, optik disk və s. və ardıcıl müraciətli. Maqnit lenti, yəni bura aiddir. İkidə doğru cavab oldu C variantı. Keçək üçüncü suala. Qovluq pəncərəsində əvvəl açılmış qovluğa qayıtmaq üçün nə etmək lazımdır? Bu zaman deməli backspace düyməsindən istifadə edirik. Yəni back sözündən yadda saxlayın, geri qaytarma imkan verir. Enter təsdiq etmək üçün də hər hansı əməliyyatı, insert, buna deyirlər daxil etmə, əvəz etmə rejiminə keçid. Yəni siz bunu bir dəfə vuranda sadəcə daxil edəcəksiniz. İkinci və insert vuranda artıq hər daxil edildiğiniz simvol sonrakini əvəz eləyə gedir. Space bar bu aşağıda olan uzun düymədir, hansı ki boşluq buraxır. Escape də hər hansı rejimdən imtina etmək üçündür. Doğru cavab demək oldu backspace D variantı. Növbəti sual, 2 ədədin cəminin hesablanması məsələsini hansı struktur alqoritimlə həll etməyə daha verişli olar? Bu təbii ki olacaq xətti alqoritim. Əlimizdə tutaq ki 2 dənə ədəd var. A və B ədədi. Yəni biz istənilən halda A və B-ni toplaya biləcəyik də. Orada hər hansı şərtlər, hər hansı təkrarlanmalar qarşısında qalmırıq, aydın məsələdir ki. 2 ədədin fərqi də xətti olacaq. 2 ədədin hasili də xətti olacaq. Amma ixtiyari 2 ədədin nisbəti bu artıq olacaq budaqlanan. Çünki A ədədini B ədədinə böləndə biz mütləq ki B-nin sıfırdan fərqli olmağı şərtini yoxlamalıyıq. Ona görə də 2 ədədin nisbəti budaqlanandır. Yerdə qalan bütün əməliyyatlar xətti hesab olunur. 25-ci sualda bizə deyir ki, aşağıda verilmiş ifadə hansı proqram təminatı haqqında məlumat verir? Görürsə, əsasən sənaye və qeyri-sənaye sahələri üçün nəzərdə tutulmuşdur. Bu proqramlar istehsalın planlaşdırılması, nəzarət, maliyyə və əmək ehtiyatlarının idarə olması, hüquq sistemində böyük həcmli qanunların işləməsi, firmanın bütün işinin elektron ofis şəklində deməli təşkilinə imkan verir. Bu olacaq problem yönlü tətbiqi proqramlar. Yəni problem yönlü tətbiqi proqramlar özəl olaraq müəssisənin hər hansı məsələlərini həll edən demək məsələlər olur da, proqramlar olur. Fikir verirsiniz, baxın problem yönlü, fikir eyni tərifdir. Əsasən qeyri-sənaye, sənaye sahələri üçün nəzərdə tutulmuşdur. İstehsalın planlaşdırılması, nəzarət, maliyyə, əmək ehtiyatlarının idarə olunması və s. üçün istifadə olunur. Bundan söhbət gedir. Digər variant üsul yönlü riyazi iqtisadi məsələləri həll edir. Qlobal şəbəkəyə üçün olan tətbiqi proqramlar. Burada yəni brauzerlər nəzərdə tutula bilər, elektron poçt proqramlarıdır. Ümumi təyinatlı tətbiqi proqramlar daha genişdir. Yəni bura mətn, yəni və cədvəl prosesorları olsun, qrafik redaktorları olsun, oyun proqramları olsun və s. Yəni, bir çox ümumi təyinatlıya aiddir və arxiv proqramlarda yəni,
WinRAR, WinZip və sair kimi faylları sıxlaşdıraraq daha effektiv şəkildə yaddaşın idarə olunması üçün istifadə olunan bir proqramlar aiddir. 26-cı sual. Faylın tam yolunu istəyir bizdən. Daha doğrusu faylın tam yolu aşağıdakı kimidir? Variantlardan hansı doğru deyil? Bax, tam yolu verib bizə. Burada bir neçə cavablar verib. Bunlardan doğru olmayanını axtarırıq. Deyir ki, faylın yolu budur. Faylın yolu faylın adına kim olan hissədir. Yəni adına kim olan hissə buradır həqiqətən də. D informatika sınaq arxiv bu doğru variantdır. Sonra deyir faylın tam adı. Demək diqqətə saxlayır ki, faylın tam adı və tam yolu eyni şeydir. Yəni burada nə varsa elə eyni olacaq, doğrudur. Üçdə deyir ki, S-də faylın yerləşdiyi kataloqun yolu. Faylın yerləşdiyi kataloq arxivdir. Bunun da yolu olmalıdır D informatika sınaq. Burada da eyni şey yazıb. Faylın yerləşdiyi kataloqun tam yolu. Yerləşdiyi kataloq arxivdir. Bunun da tam yolusa D informatika sınaq arxiv. Haradadır bu? D informatika sınaq arxiv. Bu da doğrudur. Faylın yerləşdiyi kataloqun tam adı. Yerləşdiyi kataloq arxivdir. Bunun tam adı olacaq D informatika sınaq arxiv. Amma bu neyini? Axıra kimi yazıb. Faylın tam adını yazıb. Əgər bu səhv variantdır. Bizə də onsuz da səhv olan lazım idi. Y variantı. 27-ci sual bu informasiya təhlükəsizliyi mövzusuna bağlıdır. Verilənlərin şifrələnməsi üsullarının yaradılması və öyrənilməsinə məşğul olan elm sahəsi hansıdır? Bu təbii ki olacaq kriptoqrafiya. C variantı cavabımız. Digər variantlar nədir? Burada kriptoanaliz var. Kriptoqrafiya cavabına oxşuyur. Bu şifrələrin açılmasını öyrənən bir sahədir. Biometriya, insanın biometrik xüsusiyyətlərinə əsaslanan bir təhlükəsizlik elmidir. Stereometriya bu ümumiyyətlə təhlükəsizliyə aid deyil. Bildiyiniz kimi planimetriya, stereometriya həndəsənin bölmələridir. Və steqanoqrafiya da informasiyanın hər hansı böyük informasiya massivinin içərisində gizli şəkildə saxlanılması deməkdir. 28-ci sual hansı, daha doğrusu raster redaktor deyil. Raster redaktor olmayan cavab axtarırıq. Burada demişdik ki, adında foto, paint, picture, yəni bu tipli sözlər olanlar adətən raster olurlar. Burada görürsünüz picture, painter, Corel Photo Paint, Photo Styler. Bir dənə Adobe Illustrator bu vektor qrafik hesab olunur. Yəni 28 olur D variantı. 29-cu sual. Word proqramında şriftin maksimal ölçüsü 1638 olacaq. Yəni şriftin ölçüsü punktdan ölçülür və hətta İngiliscə point deyirlər. Minimal ölçü 1, maksimal ölçü 1638-dir. Amma proqramın özündə bizə yəni əl altında olan demək ölçülər olaraq 872 verilib və ilk dəfədə proqram açırsa 11 olaraq standart ölçü sizə verilir. Yəni bildik ki, standart ölçü 11-dir. Word-də 872 arası göstərilir, amma ən minimalı 1, ən maksimalı da 1638-dir. Doğru cavab A variantı. Demək 30-cu suala baxırıq. Page Setup pəncərəsinin hansı pəncərə əlavələri var? Biz gedib Page Setup-ı açsaq indi burada. Nə görəcəyik? Bax, Page Setup pəncərəsində. Gəldik, bax, bu hissəni açırsınız. Burada biz nə görürük? 3 dənə pəncərə əlavəsi var. Margins, Paper və Layout. 3 dənə hissə var. Bizə deyir ki, hansı pəncərə əlavələri var? Margins, Paper və Layout. 1, 3, 4. Doğru cavab olacaq B variantı. 31-ci. Save as. Demək, pəncərəsindən hansı əməliyyatları icra etmək mümkün deyil. Demək, Save as pəncərəsindən demək, sənədi fərqli ad, fərqli tip, fərqli yer və parolla saxlamaq olar. Yəni, baxın, fərqli adda yadda saxlamaq olar. Fərqli tipdə saxlamaq olar. Parol qoymaq olar. Yəni, 1, 2, 5 olar. Bu da bizə deyil, mümkün olmayanlar seçin. 1, 2, 5 olarsa, olmayanlar da nədir? 3, 4, 6. Yalnız oxunan rejimdə açmaq üçün siz gedib Open əmrindən istifadə edə bilərsiniz. Open Read Only deyə bilərsiniz. Çapa göndərmək üçün print hissəsindən istifadə edirsiniz. Və üçüncü olaraq da sənəddə axtarış aparmaq üçün də find əmri var. Oradan istifadə oluna bilər. Davam edək. 32-ci sualına. Bizə deyir ki, B2 xanasına yazılmış düsturu D5 xanasına köçürdük. Nəyə fikir veririk? B2 xanasından D5 xanasına gələcəyik. Və buradakı düsturumuz nədir? Dollar D3 üstə gəlsin A dollar 4 üstə gəlsin 5. Biz bilik ki, sabitlər heç zaman dəyişməz. Yəni rəqəmdir də, bu niyə dəyişsin ki? Plus 5 olaraq qalır. Burada dollar D var, dollar D olaraq qaldı və dollar 4 olaraq qaldı bu hissədə.
İndi mən baxıram B-dən D-yə gəlirsə 2 sütun artmalıdır. 2 sütun artırsa məndə bir dənə sütun qalıb da cəmi A qalıb. A-dan 2 dənə qabaqda S sütunu var. 2-dən də 5-ə gedirəmsə sətirlər 3 dənə artmalıdır. Bu 3 idi. 3 dənə artanda olacaq 6. Oldu D6, S4 və 5. Bu da hardadır? Elə A variantındadır. Davam eləyək. A1, A4 diapazonu seçilmiş və Home Lent tabının Editing Lent qrupunun Fill əmrinin Up əmri icra olmuşdur. Bu əmrlərdən sonra diapazonun neçə ədəd Excel sözü əks olunar? Burada doğru cavab olacaq təbii ki, deməli 0 cavab əks olunacaq. 0 ədəd olar, yəni heç olmaz. O da nəyə görə? Down desəydi razıyam. Yuxarıdakını aşağı köçürüb 4-dən olardı. Amma bu up dediyi üçün A1, A4 diapazonun ən aşağısında olan məlumatı özündən yuxarıdakı hamısına köçürür. Ən aşağıda nədir? Heç nə. Düzdürmü? A4 xanası boşdur da. A4 xanasında olan məlumatı özündən yuxarı hamısına köçürür. Yəni heç nəyi hamısına köçürür. Ona görə də burada ümumi olaraq Excel sözü olmayacaq. Doğru cavab D variantı. Amma down olsaydı 4-dən olardı. 34-cü sual uyğunluğu müəyyən edin. Birinci yazır xanaya məhdudiyyət qoymaq. Xanaya məhdudiyyət qoymaq data validation əmridir. Data tabındadır. Yəni 1-ə uyğundur Y. 1Y. Sonra xana əlavə etmək və ya silmək. Bunun üçün home tabından istifadə olunur. Demək 2-də A olacaq. Bax 1Y, 2A. Doğru cavabımız ya C'dir ya Y'dir gördüyümüz kimi. Və növbəti hissədə nədir? Xananın adını dəyişmək. Bunun üçün də formula kitabından istifadə olunur. Formula kitabı da yəni 3-də B-dir. 1Y, 2A, 3-də B olur. 34 oldu C variantı. Demək, xananın adını dəyişmək, orada formula kitabında define name əmri var. Oradan da edə bilərsiniz. Və ya da xananın üzərində sağ düyməni vurub kontekst menudan da həmin şey eləmək olar. Davam eləyək. Relyasiya verilənlər bazasında cədvəlin nisbət hesab olunması üçün tələb olunan şərtlərə aid olmayan təklif hansıdır? Cədvəldə sətirlərin ardıcılığı istənilən qaydada ola bilər, ola bilər. Yəni, hansı sıra ilə istəsə daxil edə bilərik. Bu doğru fikirdir. Burada aid olmayan təklif istəyir diqqət yetirək. Cədvəlin bütün sətirləri eyni struktura malik olmalıdır. Bu da doğru fikirdir. Yəni, hamısı başlıqlara tabi olmalıdır da. Tutaq ki, soyad yazılırsa, hamının soyadı yazılmalıdır. Ünvan yazılırsa, hamının ünvanı qoyulmalıdır üstündə. Təkrarın adda sütunlar ola bilməz, yenə düz deyir. Eyni sütun zəmin bir dəfə olmalıdır. Cədvəldə təkrarlanan sətirlər ola bilməz. Başqa sözlə, eyni qiymətli əsas açara malik bir neçə sətir olmaz. Bu da doğrudur. Bu da deyil, axırıncı deyir ki, cədvəldə açar tipli sahə ola bilməz. Bu artıq doğru fikir deyil. Açar tipli sahə o deməkdir ki, yəni bizim cədvəlimiz var və biz orada, məsələn, finkod sayəsi açar tipli sahə ola bilər. Yəni, hər hansı yazıları bir mənalı olaraq həmin qiymətə görə təyin edə bilirik. Yəni, açar sahənin olmaması deyə bir qayda yoxdur Eliasya modelində. Doğru cavab olacaq Y variantı. 36-ya bax. Təqdimatın bütün slaytlarının çap zamanı çərçivədə olmasını təmin edən Frame Slides əmri hansı lent tabında yerləşir? Demək, burada doğru cavab olacaq fayl. Bax, bunun yerini də göstərim sizə. Biraz demək, uzaq yerdədir. Demək, bura gəlirik. Frame Slides-in printə keçirik. Printin içərisində olacaq Frame Slides. Görürsünüz, bu hissədir. Bura gəlirsiniz. File, Print. Burada Full Page Slides adlı hissəyə keçirsiniz. Burada Frame Slides var. Yəni, çərçivədə olmağını buradan təyin edə bilərik. Doğru cavab oldu D variantı. 37. Verilənlər bazasının modelini göstərin. Bu da sadə suallardan biridir. Verilənlər bazasına aid bir sualdır. Bu olacaq relyasiya modeli. Relyasiya modeli cədvəl şəklində əks olunur. Bizim də verilənlərimiz cədvəl olduğu üçün dedik ki, relyasiyadır. Hierarxik olsa belə bir əks olunardı. Tutaq ki, buradan da hər hansı hissələr çıxır. Buradan da tutaq ki, hər hansı hissələr çıxır. Buradan da hər hansı hissələr çıxır. Bu hierarxikdir. Şəbəkə modeli belə bir şey olardı. Tutaq ki, burada hər hansı əlaqələr var. Buradan bura əlaqə gedir, buradan bura gedə bilər, belə gedə bilər. Buradan tutaq ki, bura belə bir əlaqələr gələ bilər. Yəni, şəbəkə modelində biz qarşılıq olur. Əlaqələr çoxdur. Davam edək. Faylın başlıq sətrinin sol küncündə mausun sol düyməsini 2 dəfə kliklədikdə fayl pəncərəsi üzərində hansı əməliyyat icra olunur? Burada məsələdən ibarətdir. Tutaq ki, bizim bir dənə pəncərəmiz var. Biz də gəlirik, bunun başlıq pəncərə, başlıq hissədir, bu hissə. 2 dəfə vururuq. Fikir verirsiniz?
Bunu vuranda pəncərə bağlanır. Ona görə doğru cavab olacaq A variantı. Başlıq pəncərəsinə 2 dəfə vuranda pəncərəmiz bağlanır. 39-cu sual burada nə deyir? File Explorer pəncərəsində 6 fail seçilib, daha sonra Shift klavişi sıxılaraq 19 düymə sıxılıb. Seçilmiş faillərin sayını müəyyən edin. Biz burada görürük ki, tiles görünüş rejimidir. Yəni sıralama soldan sağ olmalıdır. Və 6 adlanan failimiz bizim yerləşir burada. Gördüyünüz kimi bu failin üzərindəyik. Sonra deyir ki, demək 19, düzdürmü? Bax bu failin üzərində dayanırsınız və Shift düyməsini basırsınız. Shift basanda bax burada sıralama soldan sağadır. Ona görə də Shift basanda bax bu 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Yəni bu faillər seçilmiş olar. Doğru cavab verəcək D variantı. Aydın sıralama soldan sağa. Bax soldan sağa gəldi, bu cərgəni qurtardı, sonra keçdi bu cərgəni götürdü, bu cərgəni götürdü və bura. Bu formada bir cavab alınır 19 dənə. Daha doğrusu 14 dənə. Hiyerarxik menyu sistemi vasitəsilə mətn faillərinin axtarışı ötürülməsi üçün istifadə olunur. Deməli, Gopher xidmətindən. Burada Y variantıdır. Digər variantlar nədir? Bu FTP faillərin ötürülməsi protokoludur. Telnet hər hansı uzaqda yerləşmiş kompüterin resurslarına baxmaq, idarə olunması üçündür. Usenet telekonferans xidməti gedir. ICQ xidmətdə yazışmalar və s. üçün istifadə olunan bir xidmət hesab olunur. Növbəti sualımız 41-ci sual. Onluq ədədini ikilik sayı sistemində təsvir etdikdə həmin ədəddə olan 0 rəqəminin sayını müəyyən edin. Demək, nə edirik? 2 üstü 222, onsuz da 2-nin qüvvətidir, buna toxunmuram. 8 üstü 30-u biz yaza bilərik də 2 üstü 3 üstü 30 kimi, düzdür? 2 üstü 3 üstü 30 kimi yazdıq. Burada 2 üstü 90. Üstə gəlsin, 17-ni də yazıram, 16 üstə gəl 1 kimi. 16 plus 1. Bu da nə deməkdir? 2 üstü 4 var burada və 2 üstü 0 var burada. Mən görürəm ki, mənim ədədimdə 4 dənə 1 var. Yəni 4 qüvvət 4 dənə 1 deməkdir. Birlərin sayını tapdıq. Və belə bir qayda demişdik ki, ədədin üstündəki rəqəm nədirsə, ən böyük qüvvəti nədirsə, onun üstə 1 gəldik. Bu edir 223. Yəni bizim ədədimizdə toplam 223 dənə rəqəm olmalıdır. Biz də görürük ki, bu 223 rəqəmin 4 dənəsi 1-dir. 223-ün də 4-ü 1-dirsə, 2-də ya 1 var, ya 0 var da. Demək, yerdə qalan 219 dənəsi bizə 0 verəcək. Doğru cavab elədik 219. Növbəti hissəyə baxsaq, x bərabər -1 olduğu məlumdur. Aşağıdakı verilmiş alqoritmin hesablanması üçün ən az neçə şərt bloku olmalıdır? Yəni, əslində burada x-in hansı qiymətə malik olmasının bizim üçün elə bir əhəmiyyəti yoxdur. Bizə maraqlı olan bu hissədir. Burada fikir verin nə deyir? Sanki bir dənə ədəd oxumuz var. Burada -1 və 1 nöqtələri qeyd olunub. Belə bir şey çəkək burada. Bizə deyir ki, x 1-dən böyükdürsə, yəni bax 1-dən böyük bu hissədə, deyir bu hissədə isə sinus x-i icra elə. Sonra deyir ki, x -1-dən kiçikdirsə, yəni bax budursa, y üstü x plus 4-ü həll edə. -1 ilə 1 arasında, bax fikir verirsiniz, daxildir artıq burada -1 və 1. Yəni bax bu hissədən, bax buradan, bax bura kimi. Görürsünüz, bunun hamısını əhatə edir. -1, 1 arasında x kvadrat plus 3-ü yerinə yetir. Daha doğrusu 3-ü. Bax biz nə gördük? Bu hissə yoxdursa, keçdik bu hissəni yoxladıq. Bu və burada isə 100% buradır da. Ona görə 2 dənə sual vermə bizə bəs eləyir. Doğru cavab oldu. Burada 2 dənə şərt blokundan bu məsələni həll edə bilirik. Həm də kitabda da var, yadınızdadırsa. Yəni, qayda kimi də yazmışdıq ki, eyni bir ədədin ətrafındadırsa, böyük, kiçik və bərabər də olanda, burada 2 dənə şərt blokundur. Burada görürsünüz, 1-dən böyük olması var, -1-dən kiçik olması var. Bir də geridə qalan hallar. Zaten 1-dən böyük deyil, -1-dən kiçik deyilsə, bu hissəyə düşəcək. Davam edək 43-cü sual. Elektron poçt protokollarını seçin. Elektron poçt üçün 3 dənə protokolumuz var. Bu SMTP-dir. Elektron poçtun göndərilməsi üçün istifadə olunur. POP3 və IMAP isə onun qəbul olunması üçün istifadə olunur. Demək, SMTP göndərilmə, POP3 və IMAP qəbul olunmadı. Digər protokollarımız var burada həmçinin. TCP var. Hansı ki, TCP/IP internetin baza protokolu hesab olunur. Bundan başqa, demək, protokolları gəlmən sizə, demək, kitabın özündə də göstərim həmin hissəni. Bax, görürsünüz, NNTP protokolu var, telekonferans protokoludur. ICMP protokollar var, IP marşrutlaşdırıcı və şəbəkənin əsas kompüterlərinə səhvlər haqqında məlumatların ötürülməsinə xidmət edir. HTTP permətlərin ötürülməsi, IMF və POP3-də elektron poçtun qəbulu protokolları hesab olunur.
44-cü suala baxırıq. Homeland tabına aid olan əmrlər hansılardır? Bizdən görə təqdimatı yeni slayd əlavə etmək. Varmı? Home'da təbii ki var. New slide. Buradan əlavə edə bilərik. Sonra slaydları nömrələmək. Bu burada deyil. Insert tabında edə bilərik bunu. Slide number deyirik. Burada var deməli nömrə qoymaqda slayda. Biz gəlib demək slaydları nömrələmək üçün slide number əmrini vursaq, buradan tətbiq edə bilərik. Bunu insertdə deyən home'da deyil. Seçilmiş slaydları gizlətmək. Bunu eləmək üçün slide show tabına gələcəyik. Buradan eləyə bilərik. Burada gördüyünüz kimi hide slide əmri var. Dördüncü əmr bizə deyir ki, dördüncü şərtdir ki, qeyd olunmuş mətni 2 və də artıq sütunlara bölmək. Bunu da eləmək üçün, mətni 2 və də artıq sütunlara bölmək üçün gəlirik bura. Burada var add or remove columns. Buradan eləyə bilərik. Slaydları bölmələrə ayırmaq. Bu da var. Bölmələri ayırmaq üçün gəlirik burada section əmri var. Sectiondan eləyə bilərik. Yəni bu da home'dadır. Doğru cavab 1, 4, 5. Bir obyektin animasiya formasını digər obyektə köçürmək. Bunun üçün eləyəcəyik. Animation Pane adlı bir hissə var. Animation Painter daha doğrusu. Yəni necə ki Format Painter, Home'dakı Format Painter formatı keçirirdi. Animation Painter'də animasiyanı köçürmək üçün istifadə olunur. Doğru cavab 1, 4, 5. 45-ci suala baxırıq. Burada nədir məsələ? İşçi stansiyanın yoğun koaksial kabelə qoşan qurğu. Bu olacaq transfer. Müxtəlif topologiyalı, lakin eyni protokola malik 2 və daha çox lokal şəbəkəni birləşdirən aparat proqram təminatlı qurğudur. Yəni bu sual özünüz də görmüsünüz, sınaqlarda və s. çox verilir. Yəni müxtəlif topologiya, eyni protokol yadda saxlayırsınız. Bu körpüdür. Və üçüncü, paketləri marşrutlaşdırmadan, filtrasiya etmədən siqnalları bir kabeldən digərinə ötürən aralıq qurğu nədir? Bu da təkrarlayıcıdır. Demək, yenə bu hissəni də göstərim kitabda hansı hissədə verildiyini ətraflı olaraq özünüz də kimlər ki səhv yazıbsa bir daha baxa bilərlər. Görürsünüz, təkrarlayıcı şəbəkənin iki segmentin və ya kabelin birləşdirilməsi üçün istifadə olunan qurğudur və hətta siqnalları degenerasiya edib gücünü artırmağa imkan verir. Sonra burada transceiver və işçi stansiyanın yoğun koaksial kabelinə qoşur. Terminator açıq kabellər şəbəkənin qoşulması zamanı xəttin sonunda enerji udüsü rolunu oynayır. Hub görürsünüz şəbəkə konsentratoru ulduzvari topologiyada düyünləri birləşdirməyə imkan verir. Şlüz iki müxtəlif kompüter şəbəkəsi və ya iki kompüter müxtəlif protokol kompüterasında əlaqə yaradan qurğu hesab olunur. Həmçinin yadda saxlayaq ki, şlüzün daxili şlüz və xarici şlüz protokol olaraq iki protokolundan istifadə olunur. Suallara baxdıq. Düzdür, sualları qısa və konkret izah etməyə çalışdım. Əgər hər hansı sualınız olarsa, bir daha şərhlər bölümündə yaza bilərsiniz və yaxud da şəxsdən də yazıb soruşa bilərsiniz. Uğurlar hər birinizə.